Cəbrayıl rayonu ərazisində minaya düşən Azərbaycan Mina Təmizləmə Agentliyinin əməkdaşı Xankişiyev Heydər Əloğlu şəhid övladıdır. Əldə etdiyimiz məlumata görə Heydər Xankişiyev İmişli rayonunun Sarxanlı kənd sakinidir. O, 1-ci Qarabağ müharibəsinin şəhidi Xankişiyev Əli Şahlaroğlunun övladıdır. Əli Xankişiyev İmişli rayon polis şöbəsinin əməkdaşı olub. Polis baş çavuşu olmuş Əli Xankişiyev 1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Qeyd edək ki, Anamanın yaydığı məlumata görə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baş verib. Bildirilib ki, Anamanın əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əloğlu xidməti vəzifələrini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sağ ayağın topuq nahiyəsinin amputasiyası olunub. Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir. Əldə etdiyimiz digər məlumata görə Heydər Xankişiyev əvvəlcə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Sonra isə Bakıdakı özəl klinikalardan birinə təxliyə olunub.